Dəyərli izləyicilər, Azərselin bütün tənqidlərdən və sosial şəbəkələrdə gedən boykot çağırışlarından çıxardığı nəticə o oldu ki, 1 manat 1 gün tarif sistemindən imtina etdilər. Bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz məlumat yayıb. O qeyd edib ki, son 2 gündə Azərselin yeni tariflərlə bağlı bir neçə fərqli açıqlamalar olub və yeni açıqlamalarından da görünür ki, nömrənin aktivliyi üçün 1 manat 1 gün sistemindən imtina ediblər. Yəni, nömrənin aktiv qalma müddətini məcburi olaraq balans artırma məbləği ilə birbaşa əlaqələndirən əvvəlki sistemdən imtina edilib. Yeni təklif olunan sistemdə balansa məbləğdən asılı olmayan yükləmə ilə nömrəni aktiv saxlamağın mümkün olacağı görünür. Dəyişikliklər bütün növ danışıq kartlarına bildiyiniz kimi 1 manatlıq, 2, 3, 5, 10, 25, 50 və 100 manatlıq danışıq kartlarına, eləcə də elektron balans artırma üsullarına şamil olunur. İstənilən halda Azərselin son bir aydakı tarif dəyişikliklərinə, ümumiyyətlə son aylardakı qiymət siyasətinə nəzər salanda görmək olur ki, bu dövlət şirkəti müştərilərə məcburi davranış dəyişikliyi təklif edir və seçimlər məhdudlaşdırılır. Abonentləri daha çox xərcləməyə təşviq edir, deyir Osman Gündüz. Bütün bunların da sosial narahatlıqlar və rəqəmsal bərabərsizliklər yaradacağı şəksizdir. Ümumiyyətlə, Osman Gündüz hesab edir ki, bu dövlət şirkətinin apardığı siyasətlə bağlı aidiyyəti qurumların da iştirakı ilə bir ictimai müzakirənin təşkili daha faydalı olardı. Və özləri açıqlamasa da beynəlxalq hesabatlara baxanda görmək olur ki, Azərseldə hər abonent üzrə aylıq orta gəlir təxminən 5-10 manat civarında dəyişir. Bəlkə də xərcləri hədsiz çoxdur və belə olan halda isə bu dərəcədə sərt tarif siyasəti aparmaq xüsusən də dövlət şirkəti üçün anlaşılan deyil. Və ekspert ümid edir ki, Azərsel son tarif dəyişikliklərinə, aparılan qiymət siyasətinə aydınlıq gətirən, ağlabatan açıqlamalar verəcək. Hələ ki, belə bir açıqlamanı biz eşidə bilməmişik. Dəyərli izləyicilər, siz də fikirlərinizi yazın. Ümumiyyətlə, bu qərarın belə ortaya atılmasında məqsəd nə idi ki, indi də bundan imtina edilib?